Salam, dəyərli nəşrlərinin 1 mart tarixində keçirilmiş olduğu sınaq imtahanından 7-ci siniflərin ingilis dili sualları ilə tanış olaq. Listening suallarını bugün şərh bölməsində qeyd edəcəm, oradan baxa bilərsiniz. 56-dan başlayaq. 56-cı sualda doğru cavab olur A variantı. 57-ci sualda doğru cavab olur C variantı. 58 C. 59 D variantı. 60. Deməli, full of people, yəni çox adamla dolu yer. Bu da təbii ki crowded olacaqdır. 61 A variantı. 62 D. Luggage yük deməkdir. Baggage yük mənası var. 63-də doğru cavab C variantı. 64-də C variantı antonim istəyir. 65 deməli in olur. 66 B variantı. 67 C. 68 A variantı. 69 C. 70 D. 71 A variantı. 72 B. 73 B. 74 C variantı ve 75 de dipnotsa bu da C variantı.